Ümumi mətbəxindən hər kəsə salamlar. Bugün mən sizi Azərbaycanın gözəl güşələrindən biri olan Lənkərandan salamlayıram. Lənkərana gəlmişkən gözəl təbiətdən istifadə edib, təbiətin yaşıllığında istədim sizin üçün badımcan yeməyi hazırlayayım. Bugün hazırladığım yemək badımcan sırdağı adlanır. Bizə lazım olan ərzaqlarımız 8 ədəd badımcan, 2 ədəd ətli pomidor, 1 baş sarımsaq və duz. Bir də bişirmək üçün bizə yağ lazım olacaq. İlk öncə badımcanı təmizləyirik. Zolaqlı şəkildə belə qabıqlarını soyuruq. Və bildirmək istəyirəm ki, başdan bunu deyim, başını saxlayacağım, bu hissədən böləcəm. Çünki bu hissəsi tez yumuşaldığına görə, bu hissəsi gec yumuşaldığına görə burasını saxlayıram ki, qızardanda dağılmasın yemək. Dörd hissəyə belə bölürük, axıra qədər yox, bu formada bölürük. Badımcanları yuyandan sonra qabıqlarını soyuruq, sonra duzlayacaq. Mütləq badımcanın acı suyu çıxmalıdır. Badımcan təzə də olsa onun acı suyunu mütləq çıxartmaq lazımdır. Soyduqdan sonra başlayırıq duzlamağa. Aralayırıq, aralarına yaxşı duz vururuq. Badımcanı duzladıqdan sonra keçirik sarımsaqlarımızı təmizləyirik. Artıq badımcanların suyu çıxıb, gördüyünüz kimi nə qədər suyu var. Aparıram, soyuq suda yaxşı yaxalayacağım. Soyuq suyun altında yaxşı yaxaladıqdan sonra bu qaydada sıxırıq. Qalan suyu da çıxartmaq üçün. Badımcanları yığırıq olmuş yağın içine. Artıq badımcanlar hazırdır. Çox yandırmırıq, yeməyimizi qaraltmasın. Və pomidorları düzürük üzərinə. Pomidorları nə formada istəyirsiniz doğraya bilərsiniz. Mən belə daha xoşlayıram. Və sarımsaqları tökürük. Biraz qaynamış su əlavə edirik, dəmə qoymaq üçün. Suyu tökəndən sonra üzərinə bir damcı, çox yox, biraz duz tökürük pomidora görə. Ola bilər badımcan duzlu olsun, ona görə çox səpirik. Artıq yeməyim hazırdır. Badımcan sırdağı təndir çörəyi ilə çox ləzzətli olur. Amma astara düyüsündən süzülmüş plovla daha ləzzətli və şahanə, nətər deyərlər, ətri, qoxusu çox gözəldir. Hər kəsə nuş olsun. Məni izlədiyiniz üçün sizlərə təşəkkür edirəm və kanalıma abunə olmağı, videolarıma like etməyi unutmayın.